Salam əziz izləyicilər. Mediasiyaya necə müraciət edə bilərəm? Maddiyyat tərəfi varmı? Bu kimi suallara bugün Barış Körpüsündə mediator Nərgiz xanımla aydınlıq gətirəcəyik. Buyurun Nərgiz xanım. Mediasiyaya müraciət etmək həm könüllü, həm də məcburi formadadır. Bildirdiyimiz kimi qanunvericiliyimizə əsasən ailə və əmək mübahisələri məcbur formada ilk öncə mediasiyadan keçirilir. Amma könüllü formada da müraciət etmək mümkündür. Vətəndaşların müraciəti hal-hazırda Azərbaycan Respublikası Mediasiya Şurasının səhifəsində müraciət formaları qeyd olunmuşdur. O müraciət formalarını onlayn şəkildə öz yaşadıkları üzrə istənilən mediasiya təşkilatına müraciət formasında göndərə bilərlər. Belə müraciət olunur. Qaldı ki, maddiyyat tərəfi bəli vardır. Nazirlər Kabinetinin qərarı ilə ilkin mediasiya iclasının qiyməti 50 manat dövlət rüsumu, 10 manat kərgüzarlıq xidməti kimi qeyd olunmuşdur. Bu puldan təbii ki, xüsusi insanlara, yəni 6 ay ərzində işsiz kimi qeydiyyatda duran vətəndaşlar və məcburi köçkünlər bu rüsumdan azaddılar. Mediasiyada əgər razılaşma olmazsa, o zaman problem necə həll olunur? Mediasiya vətəndaşlara verilmiş bir şansdır ki, həm məhkəmə yükü azalsın, həmçinin vətəndaşlar öz mübahisələrini öz razılıqları ilə həll edə bilsinlər. Təbii ki, bu hər zaman mümkün deyil və bu zaman mübahisə həll olmadıqda onlar mediasiyadan arayış götürür və yenidən məhkəməyə müraciət edib öz məsələlərini məhkəmədən mübahisələndirə bilirlər. Bayaq bir söz dediniz ki, mediasiyaya müraciət həm də məcburidir. Necə ola bilər ki, məcburidir? Yəni məhkəmə prosesinə gedib çıxandan sonra mediasiyaya mütləq müraciət etməlidirlər, yoxsa? Xeyr. İlk öncə mübahisələr, ailə və əmək mübahisələri qanunvericiliyə əsasən məhkəməyə getmədən öncə özləri öz mübahisələrini həll eləsinlər, bir razılığa gəlsinlər deyə dediyim kimi vətəndaşlara verilmiş bir şansdır. Və onlar ilk öncə mediasiyaya müraciət edir. Əgər tərəf gələ bilirsə və yaxud da ki, razılaşma olursa aralarında elə məsələlər var ki, onlar məhkəməyə getmədən həll olunur. Yox, əgər razılaşma yoxdursa, o zaman məhkəməyə gedilir. Aydın, çox sağ olun, təşəkkür edirəm suallarımıza cavablandırdığınız üçün.